burada etioloji müalicə olunmalıdır. Bundan başqa həm daxili, həm də xarici müalicə aparılmalıdır. Etioloji müalicələrdən burada deməli mədə bağırsaq sistemi, qurd xəstəlikləri, infeksiya ocaqları sanasiya olunmalıdır. Bundan başqa deməli etioloji faktorlara antiandrogenlər, bunlar qadınlarda təyin olunur. Retinoidlər, yəni ki, sintetik A vitamini təyin etmək lazımdır. Xarici antibiotiklər, çünki burada vezikula pustulanı əkmək lazımdır. Orada mikrobları təyin etmək lazımdır. Antibiotiklərə qarşı həssaslığı təyin etmək lazımdır. Sonra immunostimulyatorlardan istifadə etmək lazımdır. Yerli müalicələrdə rivamisetinli spirtlərdən, kükürtlü spirtlərdən, bundan başqa glikol turşusundan istifadə etmək lazımdır. Yerli müalicələrdə vidal südündən istifadə etmək lazımdır.